məni tanıyırsınız. Tanımayanlar üçün özümü təqdim edeyim. Mən məktəbimizin psixologu Əhsən Qəmriyəm. Hər birinizi çox sevirəm. Sizinlə görüşmək üçün çox həyəcanlanıram. Sizinlə məşğələlər aparacağım və bu məşğələlər sizin psixi difağınızı yaxşılaşdırmaq üçündür. Uşaqlar, dostluq nədir? Amma sakitcə əlinizi qaldıracaqsınız. Bir insan dostunun arkasında duran dostuna kömək edir. Vəsiyyətdən bir şey yanında olan insan dost deyil. Mən hər gün yeni bir şey öyrənirəm. Çünki biz səhvlərimizdən nələrisə öyrənirik. Düzdür uşaqlar? Ama biz ne istedik? Dedik ki bizim dünyamız daha da güzel olsun. Məşqlərimizi elədik, yorulduq. İndi eləyəcəyik, biraz rahatlama məşqləri eləyəcəyik. Tam özünü rahat arkaya söykənsin. Mən özümü rahat hiss edirəm. Mən sakitəm. Mən rahatam. Mən özümü sakit hiss edirəm. Biz balalar, bugünkü məşğələmiz sona çatdı. Ümidvaram ki, bu məşqlər sayəsində özünüzü daha yaxşı hiss edirsiniz. Müsbət, pozitiv mesajlar özünüzə verdiniz.